Salam dostlar, Shortcast'ın növbəti epizodunda mən sizə marketingdən və ya strategiyadan yox, daha fundamental bir mövzudan, münasibətlərin düzgün qurulmasından danışacağam. İstər lider, istər marketoloq, istər sahibkar fərq etmir. Uzun müddətli hədəfləri olan hər bir insan üçün düzgün qurulmuş münasibətlər ən dəyərli qeyri-maddi kapitaldır. Bu mövzuda mənim ən bəyəndiyim konseptlərdən biri keçmiş FBI agenti Jack Schaffer'in The Like Switch kitabında bəhs etdiyi dostluq formuludur. İllərlə insan davranışlarını analiz edən cənab Schaffer iddia edir ki, güclü münasibətlərin arxasında təsadüf yox, konkret mexanizm dayanır. Onun təqdim etdiyi bu formulun əsas 4 sütunu var. Birincisi proximity, yəni yaxınlıq. İstər fiziki, istər sosial, siz bir insanla bir-birinizə nə qədər yaxın mühitdə yerləşirsiniz. Eyni layihələr, eyni şirkət və ya eyni ərazi fərq etmir. Nə qədər yaxınsınızsa, qarşılıqlı təsir imkanı bir o qədər artır. İkincisi frequency, yəni tezlik. Siz bir insanla nə qədər tez-tez rastlaşırsınız. Unutmayaq ki, insan beyni tez-tez gördüyünə daha tez öyrəşir və daha çox etibar edir. Üçüncüsü müddət. Hər görüşdə nə qədər vaxt keçirirsiniz. Bir dəqiqəlik salamlaşma ilə 1 saatlıq müzakirə eyni təsir gücünə malik deyil. Dördüncüsü isə intensity, yəni əlaqənin dərinliyi. Siz bir insanla tez-tez rastlaşa bilərsiniz. Uzun-uzadı söhbətlər edə bilərsiniz. Amma münasibətləriniz nə dərəcədə realdır? Qarşılıqlı səmimiyyət varmı? Müəllif deyir ki, bu 4 faktorun cəmi münasibətin gücünü müəyyənləşdirir. Yəni, dostluq formulu bərabərdir. Yaxınlıq, üstəgəl, tezlik, üstəgəl zaman, üstəgəl dərinlik. Gəlin indi lider və ya marketoloq olaraq bunu praktikada necə istifadə edəcəyimizlə bağlı nümunələrə baxaq. Birincisi gündəlik peşəkar münasibətlər. Kolleqalar, partnyorlar, investorlar fərq etmir. Ağlınıza 2 insan gətirin. 1-dən 10-a kimi şkala qurun və onlarla olan münasibətinizi hər bir faktor üzrə ayrıca dəyərləndirin. Kimlə münasibətiniz daha güclüdür? Zəif faktorlar nədir? Nəyin üzərində daha çox işləmək lazımdır? İnanıram ki, bu sizə yeni bir perspektiv verəcək. İkinci nümunə daha qəlizdir, amma onu da etmək olar. Misal üçün, müştəri ilə münasibətlərimizə baxaq. Hansı müştəri segmenti ilə daha tez-tez görüşürük? Hansı müştəri segmentinə çox görsənsək də, amma real əlaqə yoxdur? Ümumilikdə bu model bizə emosional deyil, sistemli yanaşma verir. Və ən əsası bizə bir daha göstərir ki, nə ölçülə biləndirsə, o həm də idarə oluna biləndir.